Dahi vokalist, müğənni, xanəndə Bülbül haqqında bilmədiklərimiz. Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər? Bülbül Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. O ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun və Mirzə Əbdülqədir Vüsaqinin libretto müəllifi olan Seyfəlmülk adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov Bülbül adını Gəncədə alıb. Cavad xanın nəvəsi Şirinbəyim xanım Zidxanlı o adı verib. 1920-ci ildə 28 mayı Gəncədə böyük coşqu ilə keçirdiyi zaman orada mahnı ifa edir. Belində silahla Bülbül Azərbaycan himnini ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə Bülbül onları Azərbaycan marşı və milli mahnılarla qarşılayan şəxslərdən biri idi. Rusların Gəncəni bombalaması 10 mindən çox Gəncəlinin ölümü ilə nəticələnir. Bolşevik ordusu Gəncəni 9 mindən çox itki ilə işğal edir və üsyan yatırılandan sonra başlanan həbslər zamanı Bülbülü də əsir götürürlər. Ona işgəncə verilmişlər. Deyilənə görə qaçaq Sarı Ələkbər Bülbülün həbs xəbərini eşidəndə çox qəzəblənir və şəhərə gizli xəbər göndərir. Əgər Murtuzanın başından bir tük əksik olsa, Gəncədəki bütün bolşevik komissarlarını bir-bir asacağam. Gəncəlilərin gizli bir dəstəsi çox çətinliklə pul toplayıb həbsxananın işçilərini verib, onu və bir neçə adamı azad edib şəhərdən çıxarıblar. Lakin bu məsələ ilə bağlı bir rəvayət də var. Bülbülün ölümündən bir neçə dəqiqə əvvəl ondan son arzusunu soruşurlar. Bülbül sonuncu dəfə oxumaq istədiyini deyir. Şikəstəyi fars, segah da deyirlər. Oxuyur və onu dinləyən bolşeviklər içində olan Azərbaycanlılar Rus komandirinə müraciət edirlər. Biz erməni deyilik ki, bu cür gözəl səsi susturaq. Bu günahın altına girə bilmərik. Rus komandiri də ətrafda onun səsini eşidərək yığışıb qulaq asan cəmaatın qarşısına çıxır. Belə səsi olan adamı öldürmək günahdır, deyərək onu sərbəst buraxdırır. Bülbül hər dəfə Gəncəyə konsertə gedəndə deyərmiş: "Mən bu şəhərə və bu insanlara borcluyam. Onlar mənim səsimi məndən çox sevdilər və qorudular." Bülbül azad ediləndən sonra Şuşaya qayıdır. 1921-ci ildə Bakı Konservatoriyasında təhsil almaq qərarına gəlir. Uğurları ilə kifayətlənməyən Bülbül 1924-cü ildə İtaliyaya gedir. Orada dünya şöhrətli musiqi ocağı La Scala teatrında təcrübə keçir. İtalyan musiqiçilər onun səsini eşidəndən sonra onu orada Şərqin Karuzası adlandırırlar. Qayıdandan sonra yenidən 1925-ci ildə konservatoriyada Üzeyir Hacıbəy sinifində təhsilini davam etdirir. İkinci Dünya müharibəsi zamanı Bülbülün də adı müharibəyə könüllü gedənlərin siyahısında olur. 1942-ci ilin noyabrında 370-ci ehtiyat atıcı alayının şəxsi heyətinə daxil edilir. Lakin 57-ci nömrə altında qeyd olunan 1897-ci il təvəllüdlü Məmmədov Murtuza maddə 32-25-ə əsasən geri qaytarılsın cümləsi əlavə edilir
və o müharibəyə getmir. Bülbül həmin illərdə cəbhə xəttində və hospitallarda dəfələrlə konsertlər vermişdir. Şahidlərin dediyinə görə Bülbül mikrofonsuz sadəcə təbii səsi ilə elə oxuyurdu ki, səs düşmən tərəfə, Alman səngərlərinə qədər çatırmış. Hətta deyirlər ki, o oxuyanda bir neçə dəqiqəlik atəş səsləri kəsilmiş. Gümüş piyaneler meyle dolsun ay dilber, gümüş piyaneler meyle dolsun ay dilber. Yürü ha küsmüşem senden, yürü ha küsmüşem senden. Ayrılık şerbetini içmişem senden ay dilber, ayrılık şerbetini içmişem senden ay dilber. Sen bir servan acıyım, ben bir güvercin. Sen bir servan acıyım, ben de bir bülbül. Eder konmuş oldum, uçmuşam senden ay dilber. Eder konmuş oldum, uçmuşam senden ay dilber. Eder konmuş oldum, uçmuşam senden ay dilber. Eder konmuş oldum, uçmuşam senden ay dilber.